Değerli izleyiciler, videonu beğenip kanala abone olun ki herkes son haberlerden anında məlumatlansın. Bəzən insan elə bilir ki, artıq hər şey bitib, gücü qalmayıb, həvəsi qalmayıb, arzuları yorulub. Hətta özünə belə inamı azalar. Amma həyatın qəribə bir qanunu var. Elə bir səhər açılır ki, qəlbinə yenidən işıq doğur. İçində yeni bir güc, yeni bir ümid, yeni bir yaşamaq və yaratmaq həvəsi oyanır. Xəbər verilir ki, bu sözləri aparıcı prodüser Tarix Əliyev sosial şəbəkə hesabında yazıb. Tarix Əliyev insanın bəzən həyatın yorğunluğunun içində gücünü və ümidini itirdiyini düşündüyünü, lakin zamanla hər şeyin yenidən başlandığını deyir. Bəzən insan elə bilir ki, artıq hər şey bitib. Gücü qalmayıb, həvəsi qalmayıb, arzuları yorulub. Hətta özünə belə inamı azalar. Amma həyatın qəribə bir qanunu var. Elə bir səhər açılır ki, qəlbinə yenidən işıq dolur. İçində yeni bir güc, yeni bir ümid, yeni bir yaşamaq və yaratmaq həvəsi oyanar. O zaman anlayırsan ki, sən heç vaxt itməyibsən, heç vaxt dəyişməmisən. Sən yenə də həmin güclü, mübariz və arzularının arxasında gedən insansan. Sadəcə həyatın yorğunluğundan biraz dayanıb nəfəs almısan. Ruhuna və qəlbinə istirahət vermisən. O bildirib ki, geri çəkilmək məğlubiyyət hesab edilməməlidir. Unutma, bəzən geriyə çəkilmək məğlubiyyət deyil. Bəzən yenidən daha güclü qayıtmaq üçün ruhun özünə vaxt istəyir. Və o vaxt gəldikdə insan bir daha anlayır ki, içindəki işıq heç vaxt sönməyib, sadəcə bir müddət sakitcə yanıb.